Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme salli ala Muhammed. Fıkka, pivə. Farsça ona abucu deyirlər. Arpadan hazırlanır. Nəcisdir və haramdır. Yəni pivə də nəcis sayılır. İçilməsi də haramdır. Digər dənli bitkilərdən də əgər düzələrsə, buğdadan, kişmişdən, hər hansı başqa dənli bitkilərdən əgər pivə alınarsa, düzələrsə, o da həmçinin bu hökmdədir. Nəcisdir və haramdır. Onlardan bir qismi var, ona ma'u şəir deyirlər. Arpadan hazırlanan içkidir. Arpadan hazırlanan içki, əgər əvvəldən onun tərkibində spirt əmələ gəlməyibsə, qıcqırdılanda spirt əmələ gəlməyibsə, adi arpa içkisidir və müalicəvi əhəmiyyəti var. Təbiblər onu məsləhət bilir, bəzi xəstələrə istifadə etmək üçün ona delester də deyirlər. O halaldır, nəcis deyil və halaldır, içmək olar. Və bir ad da deyirlər ona, hacı pivəsi, bu düz deyil. Əgər pivədirsə, pivə fuqqadır, fuqqa nəcis və haramdır. Bəzən də kvas barəsində soruşurlar. Kvas çörəkdən hazırlanır. Əsasən də arpadan, arpa unundan olan çörəklərdən hazırlanır. O da qıcqırdılıb və ondan içki hazırlanan bir məhsuldur. Əsasən də Rusiyada və Rusiya ətrafında olan ölkələrdə çox istifadə olunur. Rus nüşabəsi də deyirlər ona bir növ. Onun hökmü nədir? O da qıcqırdılan bir içkidir. Əgər qıcqırdılanda, hazırlananda tərkibində spirt yaranarsa, hətta 1-2% olsa belə, az miqdarda spirt olsa, o da pivə hökmündədir, nəcis və haramdır. Yox, əgər saf spirtsiz içki olarsa, təmiz içki olarsa, tərkibində yəni spirt olmayan, o pak və halal olacaq. Deməli, kvas əgər tərkibində spirt yoxdursa, pak və halaldır, içmək olar. Spirtin özü, dünən ərz elədim, spirt pak maddədir, nəcis deyil. Spirtli içkilər nəcisdir və haramdır. Amma spirtin özü pakdır. Pakdır, o demək deyil ki, onu içmək olar. İçilməsi haramdır. Məsələn, su ilə əgər kimsə qarışdıra, içə haram iş görüb, eləyə bilməz. Bəzi qida məhsullarında 1-2% spirt olur. Bunun hökmü nədir? Bu da çox verilən suallardandır. Qida, yeyinti məhsullarının bəzilərində, şirinlərdə, konfetlərdə, digər məhsullarda 1-2% spirt vururlar. İndi onun uzun müddətli qalması üçün və yaxud da dadının dəyişməsi üçün hər bir məqsəd olur olsun, fərqi yoxdur. Əgər o 1-2% on məhsulda elə qarışar ki, müstəhlək ola, hesaba gəlməyə və məst ediciliyi olmaya, o pak və halaldır. O məhsulu, qida məhsulunu yemək, istifadə etmək bila manedir, yəni manəsizdir. Olar. Bir məsələ var. Heyvanların istibra edilmə məsələsi. İstibra yəni təmizlənməsi. Bəzi heyvanlar ki, əti halal olan heyvanlar. Əgər insanın nəcisini yeməyə alışarsa, üzr istəyirəm. İnsanın nəcisini yeməyə alışarsa,
o qədər yeyə ki, ətə cana gələ. Əti, canı bərkiyə onunla. O heyvanın halal heyvan idi, əti halal heyvan idi. O heyvanın əti də, südü də, yumurtası da haram olacaq. O qədər yeyə ki, ətə cana gələ. Az miqdarda yeməklə yox. Onun ifrazatı da, çünki əti halal olan heyvanların ifrazatı nəcis deyildi, ərz elədik. Amma əgər nəcasət, insanın nəcasətini yeməyə alışarsa, ifrazatı da nəcisdir. O heyvanları halal etmək üçün istibra yolu var. İstibra ediləndən sonra əti də, südü də, yumurtası da halal olur. İnşallah sabah o heyvanlar ki, hansı heyvanlar neçə gün istibra olur, o barədə danışarıq. Salavat Peyğəmbər, Ali Peyğəmbər.